Yetim qalmış bir uşaq, bütün insanlığa rəhmət olaraq göndərilən son peyğəmbər oldu. O, zülmə qarşı durdu, mərhəməti ilə qəlbləri fəth etdi. Düşmənlərinə belə əfv etdi, lakin heç vaxt haqdan əyilmədi. Bu sadəcə tarix deyil, bu həyatınızı dəyişdirə biləcək ən gözəl nümunənin hekayəsidir. Həzrəti Muhammed Mustafa'nın sallallahu aleyhi və səlləmin həyatını birlikdə izləyək. Sonuna qədər izləyin, başlayırıq. Həzrəti Peyğəmbərin sallallahu aleyhi və səlləmin doğumu və uşaqlıq illəri. Həzrəti Muhammed Mustafa'nın sallallahu aleyhi və səlləmin mübarək həyatı miladi 571-ci ilin Rəbiyül Əvvəl ayında bazar ertəsi günü Məkkədə başladı. O ilə fil ili deyilirdi. Çünki həmin ildə Həbəşistan hakimi Əbrəhə fili ilə Kəbəni dağıtmaq istəmişdi. Lakin Allahın quşları tərəfindən məhv edilmişdi. Atası Abdullah ibn Abdülmuttalib oğlu dünyaya gəlməmişdən bir neçə ay əvvəl ticarət səfərində vəfat etmişdi. Anası Həzrəti Aminə isə onu dünyaya gətirdikdən sonra süd anası Halimə Əs-Səədiyyəyə verdi. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm ilk illərini Bəni Sad qəbiləsinin çöllərində təmiz hava və təbii mühitdə keçirdi. Bu dövrdə Halimə xanım onun bərəkətini öz ailəsində dəfələrlə hiss etdi. 6 yaşında ikən anası Həzrəti Aminə də vəfat etdi. Bundan sonra 8 yaşına qədər babası Abdülmuttalibin himayəsində böyüdü. Babası vəfat edəndən sonra isə əmisi Əbu Talib onu öz himayəsinə götürdü. Artıq kiçik yaşlarından etibarən Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm doğruluq, əmanət və yüksək əxlaqı ilə tanınırdı. Məkkəlilər ona Əl-Əmin, etibarlı insan ləqəbini vermişdilər. O, heç vaxt bütlərə səcdə etməmiş, cahiliyyə adətlərindən uzaq durmuşdu. Bu uşaqlıq illəri gələcəkdə bütün insanlığa rəhbər olacaq bir peyğəmbərin tərbiyəsi və hazırlanması idi. Gənclik dövrü və Həzrəti Xədicə ilə evliliyi. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm gənclik illərində də əxlaqı və dürüstlüyü ilə bütün Məkkədə fərqlənirdi. O, heç vaxt cahiliyyə cəmiyyətinin pis adətlərinə qoşulmamış, içki içməmiş, qumar oynamamış və heç bir bütə ibadət etməmişdi. 25 yaşına çatanda Məkkənin tanınmış varlı tacir xanımı Həzrəti Xədicə binti Xuvaylid radiyallahu anha onu ticarət işləri üçün Suriyaya göndərdi. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm bu səfərdə də əmanətdarlığı və dürüstlüyü ilə diqqət çəkdi. Səfərdən qaydanda Həzrəti Xədicə onun bu yüksək əxlaqına heyran qaldı və evlilik təklif etdi. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm bu təklifi qəbul etdi və 25 yaşında ikən 40 yaşındakı Həzrəti Xədicə xanımla evləndi. Bu evlilik Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin həyatında böyük dəstək və xoşbəxtlik mənbəyi oldu. Bu evlilikdən Həzrəti Qasim, Abdullah, Zeynəb, Ruqəyyə, Ümmü Günsüm və Həzrəti Fatimə radiyallahu anhum adlı övladları dünyaya gəldi. Təəssüf ki, oğlan övladlarının hamısı kiçik yaşda vəfat etdi. Yalnız Həzrəti Fatimə radiyallahu anha atasının vəfatından sonra da yaşadı. Həzrəti Xədicə xanım Peyğəmbərimizin həm həyat yoldaşı, həm də ilk və ən sadiq dəstəkçisi idi. Onun bu evliliyi 25 il davam etdi və bu müddət ərzində Peyğəmbərimiz sallallahu aleyhi və səlləm heç vaxt başqa bir xanımla evlənmədi. Bu dövrdə Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm artıq Məkkə əhalisi tərəfindən Əl-Əmin və Əs-Sadiq, etibarlı və doğru danışan kimi tanınırdı. İnsanlar mübahisələrində, əmanət və ticarət məsələlərində ona müraciət edirdilər. Hira mağarasında ilk vəhiy və peyğəmbərlik. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm 40 yaşına çatanda həyatında böyük bir dəyişiklik baş verdi. O, Məkkənin səs-küyündən uzaqlaşaraq
düşünmək və ibadət etmək üçün Hira mağarasına çəkilirdi. Ramazan ayında Qədr gecəsində mağarada ibadət edərkən birdən Cəbrail əleyhissalam göründü. Cəbrail əleyhissalam ona oxu dedi. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm mən oxumağı bacarmıram cavabını verdi. Cəbrail əleyhissalam onu sıxıb buraxdı və yenə oxu dedi. Üçüncü dəfədə eyni cavabı alanda Cəbrail əleyhissalam ilk vəhyi nazil etdi. Oxu, Rəbbinin adıyla ki insanı laxtalanmış qandan yaratdı. Oxu, Rəbbin ən böyük lütfkar olan odur. Qələmlə yazmağı öyrədən odur. İnsana bilmədiyini öyrədən odur. Bu, Quranın ilk nazil olan ayələri idi. Aləq surəsinin ilk 5 ayəsi. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm qorxu və həyəcan içində evinə qayıtdı və Həzrəti Xədicə xanıma baş verənləri danışdı. Həzrəti Xədicə xanım onu sakitləşdirdi və dedi: Allaha and olsun ki, Allah səni heç vaxt rüsva etməz. Çünki sən qohum-əqrabaya yaxşılıq edirsən, yoxsullara kömək edirsən, qonağı əzizləyirsən və haqq yolunda çətinliklərə dözürsən. Həzrəti Xədicə xanım dərhal varlı və bilikli əmisi oğlu Vərəqə ibn Növfələ getdi. Vərəqə vəhyi eşitdikdən sonra dedi: Bu, Musaya və İsa'ya gələn namusul əkbərdir, Cəbraildir. Sən bu ümmətin peyğəmbərisən. Beləliklə, Həzrəti Muhammedin sallallahu aleyhi və səlləmin peyğəmbərliyi başladı. 3 il gizli təbliğdən sonra açıq şəkildə insanları Allahın birliyinə və ibadətə dəvət etməyə başladı. Bu hadisə ilə insanlığa rəhmət olaraq göndərilən son peyğəmbərin missiyası rəsmən başlamış oldu. Məkkədə təbliğ və ilk müsəlmanlar. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm peyğəmbərliyin ilk 3 ilini gizli təbliğlə keçirdi. Bu müddətdə iman gətirənlər çox az idi, lakin onlar ən sadiq və dəyərli insanlardı. İlk iman gətirən Həzrəti Xədicə radiyallahu anha oldu. Ardınca 10 yaşındakı əmisi oğlu Həzrəti Əli radiyallahu anhu, azad etdiyi kölə Həzrəti Zeyd ibn Harisə radiyallahu anhu və ən yaxın dostu Həzrəti Əbubəkir Siddiq radiyallahu anhu iman gətirdilər. Həzrəti Əbubəkir iman gətirdikdən sonra Osmanın, Talhanın, Zübeyrin, Abdurrahman ibn Avfun və Səd ibn Əbi Vaqqasın radiyallahu anhumun kimi güclü şəxsiyyətlər də müsəlman oldular. 3 il sonra Allahın əmri ilə Peyğəmbərimiz açıq təbliğə başladı. Səfa təpəsinə çıxaraq yüksək səslə qohum-əqrabalarını çağırdı və dedi: Ey Məkkəlilər! Əgər sizə bu dağın arxasında düşmən ordusu olduğunu desəm, mənə inanarsınızmı? Onlar, bəli, sən heç vaxt yalan danışmamısan, dedilər. O zaman Peyğəmbərimiz buyurdu: Mən sizə şiddətli bir əzabın gələcəyini xəbər verirəm. Allahdan başqa heç bir ilah yoxdur. Mən onun elçisiyəm. Mənə iman gətirin ki, sizə necat verim. Bu açıq dəvət Məkkə müşriklərinin şiddətli qəzəbinə səbəb oldu. Onlar Peyğəmbərimizi və müsəlmanları təhqir etməyə, işgəncə verməyə başladılar. Xüsusilə zəif və kasir müsəlmanlara ağır zülümlər edildi. Bəziləri dəmirə qızdırılıb bədənlərinə basılır, bəziləri isə isti qumun içində yatırılırdı. Buna baxmayaraq, müsəlmanların sayı yavaş-yavaş artmağa davam edirdi. Bu dövr imanın sınağı və səbir və təvəkkülün ən gözəl nümunəsi idi. Peyğəmbərimiz bu çətinliklərə qarşı əshablarını səbrə və Allaha güvənməyə çağırırdı. Bu illər İslamın ilk toxumlarının atıldığı, lakin hələ də böyük fırtınaların qarşısında dayandığı dövr idi. Müsəlmanlara qarşı zülüm və Həbəşistana hicrət. Məkkədə açıq təbliğ başladıqdan sonra müşriklərin müsəlmanlara qarşı zülmü getdikcə şiddətləndi. Xüsusilə varlı və güclü qəbilələrdən olmayan zəif müsəlmanlara ağır işgəncələr verilməyə başlandı. Bəziləri isti qum üstündə yatırılır, bəzilərinin bədəninə qızdırılmış dəmir basılır, bəziləri isə aclıq və susuzluqla sınanırdı. Bu zülümlərə ən məşhur nümunələrdən Bilal-i Həbəşi idi.
O, ağır daşların altına qoyularaq İslamdan dönməyə məcbur edilirdi. Lakin Bilal radiyallahu anhu yalnız Əhəd, Əhəd deyərək səbir göstərirdi. Həzrəti Əbu Bəkir onu satın alıb azad etdi. Zülümlər o qədər artdı ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm 5-ci Peyğəmbərlik ilində müsəlmanlara icazə verdi ki, zülümdən qurtarmaq üçün Həbəşistan padişahı Nəcaşinin ədalətli ölkəsinə hicrət etsinlər. İlk hicrətdə 11 kişi və 4 qadın Həbəşistana getdi. Bir il sonra isə ikinci və daha böyük bir qrup 83 kişi və 18 qadın hicrət etdi. Bu, İslam tarixindəki ilk hicrət idi. Müşriklər bu hicrəti dayandırmaq üçün Nəcaşiyə elçi göndərdilər və müsəlmanların geri qaytarılmasını tələb etdilər. Lakin Nəcaşi ədalətli bir padişah idi. O, müsəlmanların nümayəndəsi Cəfər ibn Əbi Talibdən radiyallahu anhu İslamı və Həzrəti İsanı soruşdu. Cəfər radiyallahu anhu Məryəm surəsindən ayələr oxudu. Nəcaşi gözlərindən yaş axıdaraq dedi: "Bu, Həzrəti İsa'ya nazil olan ilahi kəlamla eynidir. Mən heç vaxt bu insanları sizə vermərəm." Beləliklə, Həbəşistandakı müsəlmanlar bir müddət təhlükəsiz şəkildə yaşadı və bu hicrət müsəlmanlara böyük bir rahatlıq gətirdi. Bu dövr səbir, hicrət və Allahın köməyinin açıq şəkildə görüldüyü çətin, lakin bərəkətli bir mərhələ idi. Mədinəyə hicrət və İslam dövlətinin qurulması. Məkkədə zülümlər dayanmaq bilmirdi. Müşriklər Həzrət Peyğəmbəri sallallahu aleyhi və səlləmi öldürmək üçün sui-qəsd planı qurdular. Hər qəbilədən bir gənc seçilib, eyni anda hücum etmək qərarına gəldilər. Lakin Allahın əmri ilə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu planı öyrəndi və hicrətə icazə verildi. 622-ci ilin Rəbiül əvvəl ayında qaranlıq bir gecədə Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm ən sadiq dostu Həzrəti Əbu Bəkir radiyallahu anhu ilə birlikdə Məkkədən ayrıldı. Onlar 3 gün Sövr mağarasında gizləndilər. Müşriklər mağaranın ağzına qədər gəldilər. Lakin Allahın köməyi ilə bir hörümçək toru və 2 göyərçin yuvası onları qorudu. Həzrəti Əbu Bəkir narahat olanda Peyğəmbərimiz sallallahu aleyhi və səlləm sakitcə buyurdu: "Qorxma, Allah bizimlədir." Mağaradan çıxdıqdan sonra 8 günlük səyahətdən sonra Mədinəyə çatdılar. Mədinə əhalisi, Ənsar, onları böyük sevinclə qarşıladı. Bu hadisə ilə yeni bir dövr başladı və bu tarix sonradan hicri təqviminin başlanğıcı oldu. Mədinədə ilk iş olaraq Quba məscidi tikildi. Sonra Mədinə mərkəzində Məscid-i Nəbəvi inşa edildi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm mühacirlər ilə Ənsarı qardaş elan etdi. Beləliklə, İslam qardaşlığı əsasında möhkəm bir cəmiyyət quruldu. Həmçinin Mədinədə yaşayan Yahudilərlə və digər qəbilələrlə Mədinə sənədi adlı ilk yazılı konstitusiya imzalandı. Bu sənəd ədalət və birgə yaşayış prinsiplərini müəyyən etdi. Bununla da Mədinədə İslam dövlətinin əsası qoyuldu. Artıq müsəlmanlar yalnız ibadət edən bir cəmiyyət deyil, həm də öz qanunları, ordusu və idarəçiliyi olan bir dövlət halına gəldilər. Bu hicrət zülümdən nicata, qaranlıqdan işığa keçidin ən böyük nümunəsi oldu. Bədir və Uhud döyüşləri. İmanın qidrəti. Mədinəyə hicrətdən sonra müsəlmanlar Məkkə müşriklərinin təhdidləri ilə üzləşdilər. Məkkəlilər müsəlmanların mal-qarasını ələ keçirmişdilər. Bu səbəbdən 624-cü ildə, 2-ci hicri ildə Bədir döyüşü baş verdi. Müsəlmanlar cəmi 313 nəfər idi. Silahları və atları çox az idi. Məkkə ordusu isə 1000-dən çox idi. Peyğəmbərimiz əllərini göyə qaldırıb dua etdi. Ya Rəbb, əgər bu kiçik dəstə məhv olarsa, yer üzündə sənə ibadət edən qalmayacaq. Allahın köməyi ilə müsəlmanlar möcüzəvi bir qələbə qazandı.
Məkkə ordusunun 70 nəfəri öldürüldü, 70 nəfəri əsir alındı. Bu qələbə imanın gücünü və Allahın yardımını bütün dünyaya göstərdi. Bədir döyüşü Qur'anda Yevmul Furqan, haqq ilə batilin ayrıldığı gün kimi xatırlanır. Lakin bir il sonra, 625-ci ildə Uhud dağının ətəyində ikinci böyük döyüş yaşandı. Bu dəfə müsəlmanların sayı 700 nəfər idi. Döyüşün əvvəlində müsəlmanlar üstünlük əldə etdilər. Lakin oxçular öz yerlərini tərk edəndə vəziyyət dəyişdi. Məkkə ordusu hücuma keçdi və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm yaralandı. Hətta Peyğəmbər öldü xəbəri yayıldı. Bu səhv nəticəsində vəziyyət dəyişdi və döyüş müsəlmanlar üçün çətin mərhələyə keçdi. Peyğəmbərimiz yaralandı, lakin əshabları onu qəhrəmancasına qorudu. Uhud döyüşü qısa müddət sonra müsəlmanların toparlanaraq müşrikləri təqib etməsi ilə nəticələndi. Müşriklər bu qətiyyəti görərək geri çəkilib Məkkəyə doğru yollarına davam etdilər. Bu hadisə müsəlmanlara böyük bir dərs oldu. Uhud döyüşü göstərdi ki, qələbə yalnız say və silahla deyil, əmrə itayət və səbirlə gəlir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu hadisədən sonra belə buyurdu: Allah bizə qələbə də, məğlubiyyət də verir ki, imanımızı sınaqdan keçirsin. Bədir və Uhud döyüşləri imanın qüdrətini, səbrin əhəmiyyətini və Allahın yardımının hər an yanımızda olduğunu açıq şəkildə göstərən iki mühüm hadisədir. Xəndək döyüşü, Hudeybiyyə sülhü və Məkkənin fəthi. Mədinəyə hicrətdən sonra müsəlmanlara qarşı düşmənçiliyi getdikcə artırdı. 627-ci ildə, 5-ci hicri ildə Məkkə müşrikləri və onların müttəfiqləri böyük bir ordu toplayaraq Mədinəyə hücum etdilər. Bu, tarixə Xəndək və ya Əhzab döyüşü kimi keçdi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin Səlman-ı Farisinin təklifi ilə Mədinənin ətrafında dərin xəndək qazdırmaq qərarına gəldi. Müsəlmanlar günlərlə çalışaraq bu müdafiə xəttini qurdular. Düşmən ordusu xəndəyi keçə bilmədi, Allahın köməyi ilə güclü bir külək çıxdı, düşmən çadırlarını dağıtdı və onlar məğlub olaraq geri çəkildilər. Bu qələbə Quranda Allah sizə yetər ayəsi ilə xatırlanır. Növbəti il 628-ci ildə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm 1400 nəfərlik bir qrupla ziyarət üçün Məkkəyə doğru hərəkət etdi. Lakin müşriklər onları Hudeybiyyədə dayandırdılar. Burada 10 illik sülh müqaviləsi imzalandı. Zahirən müsəlmanlar üçün ağır şərtlər kimi görünsə də, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu müqaviləni qəbul etdi. Bu sülh İslamın yayılması üçün böyük fürsət yaratdı və 2 il ərzində müsəlmanların sayı xeyli artdı. Nəhayət 630-cu ildə, 8-ci hicri ildə müqaviləni müşriklər özləri pozduqdan sonra Peyğəmbərimiz sallallahu aleyhi və səlləm 10.000 nəfərlik ordu ilə Məkkəyə doğru hərəkət etdi. Şəhərə daxil olarkən heç bir qan tökülmədi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Kəbəyə girib bütləri dağıtdı və buyurdu: "Bugün heç bir günahkar yoxdur, Allah sizi bağışladı." Məkkənin fəthi ilə cahiliyyə dövrü sona çatdı və İslamın nuru bütün ərəb armadasına yayılmağa başladı. Bu hadisələr göstərdi ki, səbir, strategiya və Allahın köməyi ilə hər çətinlik qələbəyə çevrilə bilər. Veda həcci və veda xütbəsi. 632-ci ildə, 10-cu hicri ildə Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm həyatında yalnız bir dəfə yerinə yetirdiyi həccini icra etdi. Bu, tarixə veda həcci kimi keçdi. Çünki bu, onun veda həcci idi. Minlərlə müsəlmanla birlikdə Məkkəyə gələn Peyğəmbərimiz sallallahu aleyhi və səlləm həcc mərasimlərini yerinə yetirdikdən sonra Arafat dağında böyük bir xütbə oxudu. Bu xütbəyə veda xütbəsi deyilir və İslamın ən mühüm prinsiplərini ehtiva edir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurdu: "Ey insanlar! Bu gününüz kimi bu ayınız və bu şəhəriniz haramdır, müqəddəsdir. Qanlarınız, mallarınız və namuslarınız bir-birinizə haramdır, toxunulmazdır.
Heç bir ərəb əcəmiyə, heç bir əcəmi də ərəbə üstün deyil. Üstünlük yalnız təqva əhlindədir. Ey insanlar, qadınlarınızın haqqına riayət edin. Onlar sizin yanınızda əmanətdir. Mən sizə 2 şey qoyub gedirəm. Allahın kitabı, Qur'an və mənim sünnətim. Bunlara sarılsanız heç vaxt azmazsınız. Bu xütbədə irqçiliyin, zülmün və cahiliyyə adətlərinin sona çatdığı elan edildi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm son dəfə ümmətinə ən gözəl vəsiyyətlərini etdi. Veda həcci və veda xütbəsi Həzrət Peyğəmbərin insanlığa son mesajı və əbədi mirası idi. Həzrət Peyğəmbərin vəfatı və əbədi mirası. Veda həccindən qayıtdıqdan qısa müddət sonra 632-ci ilin Səfər ayının sonunda Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm xəstələndi. Xəstəliyi ağırlaşdı və Rəbiyüləvvəl ayının 12-sində 63 yaşında Mədinədə vəfat etdi. Vəfat əsnasında başı Həzrət Ayşənin qucağındaydı. Son anlarında ümmətim, ümmətim deyərək ümməti üçün narahatlığını ifadə etdi. Vəfat xəbəri yayıldıqda müsəlmanlar böyük kədərə qərq oldular. Həzrət Ömər radiyallahu anhu hətta kim Peyğəmbər öldü deyirsə başını kəsərəm deyə qəzəbləndi. Lakin Həzrət Əbu Bəkir radiyallahu anhu sakitcə buyurdu. Kim Mühəmmədə ibadət edirdisə bilsin ki Mühəmməd vəfat etmişdir. Kim Allaha ibadət edirdisə bilsin ki Allah həmişə diridir, heç vaxt ölməz. Peyğəmbərimizin vəfatı ilə Peyğəmbərlik dövrü sona erdi. Lakin onun mirası əbədi olaraq qaldı. O, cahiliyyə zülmətindən insanlığı nur dolu bir həyata çıxardı. Qur'anda buyurulduğu kimi, sizə Allahın Rəsulu gözəl bir nümunədir. Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm həyatını sadəlik, ədalət, mərhəmət və təvəkkül üzərində qurdu. Onun sünnəsi və Qur'an-ı Kərim bugün də milyardlar insanın həyatına işıq tutur. Onun həyatı bizə öyrədir ki, ən böyük qələbələr silahla deyil, əxlaq və imanla qazanılır.